Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə müstəmləkəçilik əleyhinə üsyanlar mövzusunun izahına baxacağıq. Deyirik ki, Çar Rusiyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti 19-cu əsrin 30-cu illərində üsyanlara səbəb oldu. Bu üsyanların bir neçə səbəbləri var idi. Səbəblərindən onu götürə bilərik ki, komendant idarə üsulu çar məmurlarının özbaşınalığı idi, vergi mükəlləfiyyətlər iltizam sistemi idi, hakim təbəqənin hüquqları məhdudlaşdırılması, hansı ki bizim bəylərimizin, xanlarımızın hüquqları məhdudlaşdırılmışdılar. Eyni zamanda çarizm, milli, dini zülm həyata keçirdi, ruslaşdırma, xristianlaşdırma siyasəti həyata keçirirdi. Köçürmə siyasəti nəticəsində yerli əhalinin münbit torpaqları, xüsusilə də yaylaqların xeyli hissəsi elə bil əlindən alıb ruslara, xristianlara paylamışdılar. Bu səbəbdən dolayısı həm Carbala-kəndə uşaqlar həm Lənkəran bölgəsində, həm Qubada, həm də Şəkidə üsyanlar baş verəcəkdi. Carbala-kənd üsyanı 1830 ildə baş verəcək. Qafqazın baş hakiminin Cara qoşun yeritməsi bu üsyanın səbəblərindən idi. Demək ki, biz dedik ki, ruslar Balakəni tutduqda axı onun daxili idarəçiliyi ləğv etməmişdi. Daxili idarəçiliyi qoruyub saxlamışdı. Hansı ki 1803 antlı öhdəliklə daxili müstəqillik Carın qorunub saxlanırdı. İndi Rusiyanın cəmaətlığın daxili müstəqilliyi ləğv etmək istəməsi, cəmaətlığın xəzinəyə olan borcunu ödəməməsi, belə deyək də, Qafqazın baş hakimi Cara qoşun yeritməsinə səbəb olacaqdı. Və 1830-cu ildə Rus qoşunun Cara daxil olması nəticəsində Carbala-kəninin daxili müstəqilliyi ləğv olunacaq və cəmaətlığı idarə etməkdən ötürü müvəqqəti idarə təşkil ediləcəkdir. Bununla da bölgədə Rus idarəçiliyi bərqərar olmuş olacaq. Carbala-kənd üsyanına başçılığı kim edəcək? Şeyx Şabanla Həmzət bəy başçılıq edəcəkdir. Və başladığı belə deyək, dağlı üsyana dağlı dəstələri də köməklik göstərəcəkdir, amma buna baxmayaraq üsyançılar məğlub olacaqdır. Üsyanda iştirak edənlərə də divan tutulacaqdır. Müvəqqəti idarənin mövcud olduğu idarə etmə sistemi görək hansı ərazilərdə olmuşdur. 1806-cı ildə bunu Şəki xanlığı üçün, 1827-də Təbriz şəhərində, 1830-cu ildə isə Carbala-kəndə müvəqqəti idarənin mövcud olmasının adını çəkə bilərik. Lənkəran üsyanı 1831-ci ildə Lənkəran üsyanı baş verəcəkdir. Lənkəran xanlığı ləğv ediləndən sonra 1826-da ləğv olunacaqdır. Mir Həsən xan Qacarlar dövlətinə qaçmışdı və Rusiyanın müstəmləkəçilik siyasətindən narazı olan əhali də öz xanları Mir Həsən xana məktubla müraciət edir ki, gəl ruslara qarşı başlamış hərəkata dəstək ver və üsyana başçılıq et. O da dəvəti qəbul eləyir, Lənkərana gələcək. 1831-ci ildə Mir Həsən xanın rəhbərliyi ilə Lənkəranda üsyan baş verəcəkdir. Azərbaycan digər bölgələrində yerləşən Rus qoşunları üsyançılara qarşı göndəriləcəkdir. Deməli, hansı üsyanda? Lənkəran üsyanında digər ərazilərdə olmuş ruslar üsyançılara qarşı göndəriləcək. Üsyan amansızlıqla yatırılır. Təqiblərdən xilas olmaq üçün Mir Həsən xan bir qrup üsyançı Cənubi Azərbaycana keçəcəkdir. Və Quba üsyanı 1837-ci ildə komendant idarə üsulu ən ağır formada hardaydı? Quba əyalətində. Bu da üsyana səbəb olacaqdır. Və Varşavadakı müsəlman alayına Quba əyalətində yerli əhali hesabına atlı toplanması xəbəri Quba üsyanına təkan verəcəkdir. Bu zaman əhali hökumət qarşısında aşağıdakı tələblər irəli sürəcək. Uşaqlar, tələblərin irəli sürməsini oxşarlıq götürərik. Hansı üsyandan? Bəli, 1381-ci ildə baş vermiş Tayler üsyanı ilə oxşarlıq götürə bilərik. Testlərdə də qarşınıza çoxlu çıxacaqdır. Deyir, tələblər irəli sürür ki, əyalətdəki süvarilərin toplanması dayandırılsın, komendant və onun əlaltıları vəzifəsindən azad edilsin, vergi mükəlləfiyyətlər azaldılsın. Rus hakim dairələri də bu tələbləri qəbul etsə də, amma neynəyəcək? Yerinə yetirməyə o qədər də cəhd etməyəcək. Nəticədə də 1837-ci ildə Rusiya müstəmləkəçilik siyasəti əleyhinə Qubada üsyan baş verəcək. Quba üsyanına kim başçılıq edəcək? Uşaqlar Şeyx Şamil. Daha doğrusu Hacı Məhəmməd Şeyx Şamil ona köməklik göstərmişdi. Dağlı hərəkatının rəhbəri olan Şeyx Şamil, biz bunu Şimali Qafqaz mövzusunda da demişdik ki, Şeyx Şamil 1800 deməli
1859-cu ilə qədər Şimali Qafqaz müharibələrinə dəstək vermişdi də, başçısı olmuşdur. Həmin o Şeyx Şamil Hacı Məhəmmədə köməklik göstərəcək. Quba şəhərini mühasirəyə alacaqlar bu üsyançılar, ancaq ləng tərpəndiklərinə görə, ləng hərəkət etdiklərinə görə üsyan uğurlu alınmayacaq. Eyni zamanda üsyanın gedişində hərbi şurada yaradılmışdır. Uşaqlar bu da testdə qarşınıza çıxacaq. Üsyan məğlub olacaq, üsyanın fəalları da Sibirə sürgün ediləcəkdir. Növbəti üsyanımız baş verəcək 1838-ci ildə Şəkidə baş verəcək. Buna kim başçılıq edəcək? Məşhədi Məhəmməd. Bax, Şəki üsyanı. Məşhədi Məhəmməd. Quba üsyana başçılıq edən Hacı Məhəmməd bu həcə getmişdi. Hacı təxəllüsü qazanmışdı. Şəki üsyanına başçılıq edən Məhəmməd isə Məşhədə getmişdi. Məşhəd təxəllüsü daşıyırdı. Şəki şı, Məşhədi şı. Yadınızda saxlaya bilərsiniz. Qüvvələrin qeyri-bərabər olması təbii ki, üsyanın məğlub olmasına gətirib çıxardacaqdır. Bu üsyanlar yatırılır, amma nəticəsiz qalmayacaq uşaqlar. Xalqın azadlıq mübarizəsinə qalxması müstəmləkəçilərə xəbərdarlıq olacaqdır. Onlar gələcəkdə Rusiya müstəmləkəçi siyasətini yumşaltmağa, islahatlar keçirməyə və hərbi idarəetmə sistemində dəyişiklik etməyə məcbur olacaq. Hansı ki, biz bunu 1840-ın islahatlarında deyəcəyik. Növbəti videomuzda həmən mövzunun izahı gələcək uşaqlar. Gəlin bir dənə dediklərimizi ümumi sual-cavab əsasında möhkəmləndirək. Dedik, Carbala kəndə üsyan nə vaxt oldu? 1830-cu ildə kim başçılıq edirdi? Həmzət bəyindən Şeyx Şaban başçılıq edirdi. Carbalakənin üsyanı səbəbi nə idi? 1830-cu ildə Rusların bura qoşun yeritməsi. Bəs Ruslar bura niyə qoşun yeritmişdi? Çünki 1803-cü il antlı öhdəliklə Carbalakən öz daxili müstəqilliyini qoruyub saxlamışdı. Eyni zamanda Carbalakəndə əhalinin Rus xəzinəsinə borcu var idi ki, həmin borcu ödəməmişdi. Və nəticədə də 1830-cu ildə daxili müstəqillik ləğv olunacaq. Carbalakəndə müvəqqəti idarə yaranmış olacaq. Bununla da 1830-cu ildə dedik, nə olacaq uşaqlar? Carbalakəndə Rus hakimiyyəti bərqərar olacaq. Ancaq digər üsyanlar kimi Carbalakən üsyanı da yatırılacaq. Növbəti üsyan Lənkəranda olacaq. Nə vaxt idi Lənkəran üsyanı? Məndən əvvəl uşaqlar özünüz deməyə çalışın. Bəli, 1831-ci ildə kim başçılıq edirdi Lənkəran üsyanı? Mir Həsən xan başçılıq edirdi. Bəs hansı üsyan idi ki, həmən üsyan gedişində hərbi şura yaradılmışdı? Bəli, Quba üsyanı idi. Bəs Quba üsyanı nə vaxt baş verdi? 1837-ci ildə. Başçısı kim idi uşaqlar? Hacı Məhəmməd idi. Bəs ən böyük bu üsyanların içərisində ən böyük hansı idi? Bəli, Quba üsyanı idi. Daha sonra Şəki üsyanı nə vaxt oldu uşaqlar? 1838-ci ildə. Başçısı kim idi? Məşhədi Məhəmməd və ümumiyyətlə bu üsyanlar nəticəsiz mi qaldı? Xeyr, nəticəsiz qalmayacaq. Nəticə olacaq ki, Rusiya müstəmləkəçilik siyasəti yumşaldacaq, islahatlar keçirəcək və idarə etmədə dəyişiklik edəcəkdir. Dərs izahımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı olar.